Strategiya üzrə Açıq Qapı Günü tədbiri Paşa Holding tərəfindən artıq 5-ci ildir ki, təşkil olunur və tədbirin məqsədi Paşa Qrup əməkdaşları arasında strategiya barəsində məlumatlıq səviyyəsini artırmaqdır. Gördüyünüz kimi bizdə artıq 5 milyondan yuxarı aktiv müştəri var. Yəni bu sayda müştəri bizim platformamıza etibar eləyir və son nəticədə ölkəmizi rəqəmsallaşdırmağa bizə böyük imkan verir. İstəyirik ki, bizim müştərilər də ekosistemdə olarkən bizim xidmətlərdən çox rahat bir formada düşünmədən istifadə eləsinlər və özlərinə də, ekosistemimizə də, yəni Paşa Qrupa da fayda gəlsin. Marketplace olaraq məncə ən maraqlı məsələ odur ki, satıcı olmadan bir platform üzərindən başqa müştərilərin və başqa satıcıların satışlarını həyata keçirmək müəyyən bir platforma yaradır. Neobank olaraq özümüzü indi sınamaq istəyirik. Kriptonun pioneriyik. Biz onu pioneri olaraq, bayraqdarı olaraq daşıyıb Qabağa aparmaq istədik. Biz çox düzgün bir strategiyamızı seçmişik və o strategiyamızdan da mütləq ki, davam etməliyik. O strategiya yenə də müştəri ətrafında qurulub və müştərilərə ən vacib olan dəyərləri verməkdir.